nəticə əldə etmiş, istənilən insanı digərindən fərqləndirən birinci xüsusiyyət ondan ibarətdir ki, bu insanlar həyatda baş verən bütün problemlərə görə özlərini günahlandırırlar. Yəni, bütün müsbət hadisələrə görə səbəbkar kənardır. Bu qurban olduğum ola bilər, bu komanda ola bilər, bu valideynlər ola bilər. Ancaq vacib nüans nədir? Heç bir uğurun səbəbkarı sən deyilsən. Ancaq bütün uğursuzluqların, bütün pis nəticələrin səbəbkarı sənsən. Bax, bu fəlsəfə, bu beyin səndə olsa, mümkün deyil ki, sənin həyatında böyük nəticələr olmasın. Başqa sözlə desək, sən çalışmalısan ki, gördüyün bütün müsbət işlərdə ətrafa minnətdar olasan, gördüyün alınmayan, müsbət olmayan bütün işlərdə özünü günahlandırasan. Yadıma gəlir ki, biz şahmat oynadığımız vaxtı bizim müəllimlərimiz bizə məcbur edirlərdi ki, məğlub olduğumuz partiyaları təhlil eləyək və orada öz səhvlərimizi tapaq. Heç bir şəkildə səbəb rəqibin güclü oynaması deyil. Səbəb həmişə sənin buraxdığın səhvdir. Məhz bu səhvləri təhlil eləyə-eləyə biz daha güclü şahmatçı olurduq. Başqa sözlə desək, biznesdə də belədir. Başqa sözlə desək, həyatımızda da belədir. Əgər övladımız istədiyimiz səviyyədə deyilsə, biz güzgüyə baxmalıyıq. Əgər biznesimiz istədiyimiz səviyyədə deyilsə, biz yenə güzgüyə baxmalıyıq. Əgər sağlamlığımızda problem varsa, biz yenə güzgüyə baxmalıyıq. Bütün problemlərin səbəbkarı cənab sənsən. Bütün müsbət hadisələrin səbəbkarı, yenə dediyim kimi, kənar qüvvələrdir. Bir sözlə, güzgüyə yaxın otur, özünə diqqətlə bax, bu zaman işlərin əla gedəcək. Uğurlar.